Salam, Güvən nəşrlərinin 25 may tarixində keçirmiş olduğu sınaq imtahanından olan ingilis dili suallarının doğru izahları və cavabları ilə tanış olaq. Qeyd edim ki, bu sınaq 11-dir və 10-cu siniflər üçündür. Kanala abunə olmamısınızsa, faydalı videoların davamı üçün kanala abunə olmağı unutmayın. Birinci sualda doğru variant olacaqdır Y variantı. İkincidə bizdən düzgünü soruşur. Doğru variant olacaqdır C variantı. Bir də bir şey deyim ki, bəzən dinləmə suallarını listeningi, yəni qulaq asmadan da yazmaq olur. Məsələn, burada tutaq ki, A variantına baxsanız, bütün həşəratlar, deməli, bitkilər üçün zərərlidir. Yəni, hamısı zərərlidir. Bunu dinləmə etmədən də bilmək olar ki, bu doğru cavab deyil, buna diqqət edə bilərsiniz. Yəni, dinləmədən belə cavab tapmaq olur, amma hər bir halda təbii ki, listeningə qulaq asmaq önəmlidir və düz yazsanız belə, daha sonra dinləmə etdiyiniz zaman mütləq düzgün yazıb yazmadığınıza baxmaqda fayda var. Üçüncü sualda doğru variant olacaqdır Y variantı. Dördüncü sualda Why do scientists in India use beetles in rice fields? Deməli, nə üçün alimlər Hindistanda düyü çöllərində bu həşəratları istifadə edir deyə bir cümlədir. Cavab da bu şəkildədir. To clean weeds from rice fields. Bu şəkildə doğru cavabdır. Tam ballıq belə deyək, amma yarısını yazmışsınızsa, fikir ifadə edirsə, yarı bal da almaq mümkündür. Misal üçün, belə bir şey deyim sizə. To clean weeds from fields. Məsələn, burada rice siz yazmasanız belə, oradan bal almaq mümkündür. Ona görə dinləmədə sırf bütöv cavabı yaza bilməyəndə üzülməmək lazımdır. Çünki yarı bir şey yaza bilsəniz belə, ondan bal ala bilərsiniz. Beşinci sualda isə, deməli, biological control is a better way to protect crops without strong chemicals. Bu formada doğru cavabdır. Planşetə görə xətt əyri düşdü, onu üzüldü sayarsınız. Without strong chemicals doğru cavabdır. 6-cı sualda bug sözünü təsvir edən bir sifət istəyir. Burada cavabımız isə deməli specialdır. Bu şəkildə. Keçək növbəti suallara, yəni qrammatikaya. Qrammatika keçmədən əvvəl iki şey sizin üçün qeyd edim ki, kanalın ictimai bölməsində sağ tərəfdə müntəzəm testlər paylaşıram, onları işləyə bilərsiniz. Bir də lüğət bazanız üçün Telegramda müntəzəm lüğət tipli quizlər paylaşıram. Əgər faydalanmamısınızsa, mütləq göz gəzdirməyi yaddan çıxarmayın. 7-ci sualda gördüyümüz kimi bizdən zən var. Deməli, müqayisə dərəcəsidir. Sifətin müqayisə dərəcəsi morla düzəlirdi. Variantlara baxdığımız zaman adi dərəcədir difficult. B-də maçın yanında morda olması lazım idi. C most üstünlükdür. D-də isə most üstünlükdür. Cavab 7-də Y variantı olur. 8-də sən keçmədən, yəni imtahan keçidin olmadan, belə deyək, iznin olmadan o binaya daxil ola bilməzsən. If notun sinonimi unless-dir. Bu bağlayıcı mövzusunda var. Yəqin ki, görmüsünüz. 9-cu sualda isə doğru cavab olacaqdır D variantı. Cavabların heç birini bilmirdim deyir. Cavab D variantı. 10-cu sualda bizdən düzgün sual cümləsini soruşur. D variantı doğru cavabdır. Digərləri niyə olmaz? Məsələn, 2-də what your friend does yox. What does your friend do olardı sual cümləsi qaydasına uyğun olaraq. 4-də isə is qabaqda olmalıdır. What is your friend doing olardı. Çünki sual cümləsində əmizar qabağa keçir demişdik. 11-ci sualda bizdən düzgün definition istəyir. Explain izah etməkdir. Kim ki nəyisə başa düşmür və ya başa düşmək istəyir. 1-ə B düz gəlir. Repair təmir etmək, fix təmir etmək, elə fixi görüb 2-yə A-nı qoymaq olur. 1B, 2A, cavab B variantı. Belə. 12-ci sualda bizdən cəm isimləri soruşur. Mouse siçandır təkdədir. A-da, B-də money təkdə, D-də woman təkdə, Y-də child təkdə. Feet, ayaqlar, children, uşaqlar. 13-cü sualda isə pasivi soruşur. Rahat bir sualdır. Bunu tapmaq yolunu demişdim sizə. Bir daha deyirəm. Deməli, someone has stolen my books deyir.
Cümləmiz bitmiş zamandadır. Bitmiş zaman pasifi necə olur demişdik? Have, has, plus fe'l 3, düzdürmü? Deməli bizə aşağıda have, has, fe'l 3 lazımdır. Daha doğrusu have, has been. Sorry, been'i bu da unuttuk. Çünki söhbət pasifdən gedirdi. Bura been yazaq. Have, has been fe'l 3 lazımdır. B'də have, has been yoxdur. C'yə dəymirik. D'də yoxdur. Y'də var. Nə demişdik? Cümləmiz someone-dan başlayırsa, someone-dan cümlə başlamaz. Ona görə y'ni də atırıq. Qalırıq A və C arasında. Books deyir isə cəmdədir. Cəmdə olursa has olmaz. Orada have olar. Yəni 13-də C variantı oldu. 14-cü sualda bizdən düzgün nida cümləsini soruşur. 3-cüyə baxırıq ki, nida cümləsində are they qabaqda olmazdı. Ona görə 3 yanlış olur. Elə 3'ü atanda hamısında 3 var. Cavab qalır Y variantı. 4'də də was sayılmır, sayılmayan qabağında E artikli olmazdır. 15-ci sualda doğru cavab olacaqdır. Deməli C variantı cümlə quruluşudur bu. 16-cı sualda isə həm müəllim, həm şagirdlər hazır idi. Both and qaydasına əsasən sonuncu mübtədaya baxırıq. Student cəmdə olur deyə are yazırıq. Bunu tapmağın digər rahat bir yolu var. Gördüyünüz kimi bu da zaman göstəricisi yoxdur. Yəni keçmiş zaman da ola bilər, indiki də. Was təkdə, is təkdə, hamısı təkdədir. Deməli nəsə burada cəm bir şey lazımdır. Bu məntiqlə tapmaq olar. Məna baxımından Y-də olmadı. 17-ci sualda water sayılır, sayılmır. Təbii ki sayılır. Ona görə də water sayılmır, sayılmırsa many olmaz, several olmaz, few olmaz, a few olmaz. Çünki bunlar hər biri sayıla bilənlə olur. Water sayılmır, much da sayıla bilməyənlərlə olur. Rahat bir sualdır. Cavab B variantı. 18-ci sualda made, let gördünüzsə bilin ki 3-cü qrup, daha doğrusu mürəkkəb tamamlıq mövzusudur və birinci qrup feilləridir. Birinci qrup feil nə istəyirdi? To-suz məstər istəyirdi. To-suz məstər, yəni feilin tam forması elə A'dakı kimi qalır. 19-cu sualda yesterday keçmiş zamandır. Yaxşı bir vaxt keçirdik deyirəmsə, keçmiş sadə zaman deyirəmsə, indiki olmaz, indiki olmaz, indiki olmaz, gələcək olmaz. Keçmiş zaman həd olur. 20-ci sualda söz önü mövzusudur. Deməli, apologize, blame sözü var. Hər ikisinə uyğun gələn for olar. Üzr istəmək və utandırmaq mənası var. Cavab for olacaqdır. 21-ci sualda nə demişdik? Tək məfhumlar, deməli, günəşdir, yer kürəsidir, səmadır. Qabağında hər zaman z artikli olur. Ona görə z. Cavab 21-də A variantı. 22-ci sualda she was 5 yaşı olanda keçmiş zamanda deyilsə, gitar çala bilirdi. Keçmişdə deməliyəm, yəni kultdan deyəcəm. 22-də isə B variantı oldu. Keçəcək mətnin suallarına. Bu arada imtahanla bağlı fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz. Necə yazdığınızı deyə bilərsiniz. Mətn suallarına baxaq. 23-cü sualda doğru variant olacaqdır. A variantı bizdən düzgünü soruşur. 24-də mətn nə haqqındadır? Doğru cavab B variantı. Bu bitkinin necə snake oildən, yəni yalançı bir ilan yağından real dərmana dönüşdüyündən bəhs edirdi. Necə güvən qazandığını. 24-də olur B variantı. 25-də deməli indi bu bitki istifadə olunur çox insanlar tərəfindən, çünki o bəzi xəstəliklərin sağalmasına yardımcı olur. Bunu həmin hissəni sizə bax sonda göstərə bilərəm. Burada belə bir şey var. Bir də it may not cure every illness. Hər xəstəliyi əvəz edə bilmir, amma snake oil'də deyildi. Yəni yalançı yağ deyil. Ona görə də elə bu baxımdan yeni götürmək olur. 26-cı sualda ilk dəfə insanlar niyə düşündü ki, bu echinacea bitkisi faydalı deyil? Çünki düşündülər ki, onlar, bu da sadəcə o fake bitkilərdən biri idi. Həmin hissəni sizə mətndə göstərim bir saniyə. Aha. At first people thought, altına xətt çəkdim, was just another snake oil. Belə bir şeydir. Mətni vaxt baxımından sizin üçün tərcümə etmədim. Cavab D variantı oldu. Amma qaranlıq qalan sual olsa mütləq şərhdə yazın. Mən sizə oradan yardımcı olacağım. Belə. 27-ci sualda deməli,
Kimsə xəstədir və ya zədələnibsə, onun yaxşı olmasına kömək etmək. Nə olar bu? Bu, müalicə etmək sözü treat olacaqdır. Dariyə aldım. Burada sizin üçün yazım. To treat definition'dır. Bu şəkildə 28-ci sualda real sözünün antonimini soruşur. Real həqiqi, paragraf 1-dən axtaracağıq. Real həqiqidir və fake sözü yəqin ki sizə sosial şəbəkələrdən təəssüf ki tanışdır. Saxta deməkdir. Fake hesab yəqin ki eşitmişsiniz. Cavab fake oldu. Bu şəkildə 29-cu sualda vaxt ərzində alimlər kəşf etdi ki, Echinacea bitkisi həmin hissənin mətnində sizə tapmağa çalışaq. Baxın, discovered Z bizə deməli really daxil, sonraki hissə lazım olacaqdır. Buradan söz dəyişmək. Bunu belə eləyək. Aha, bu formada. Misal üçün, really sözü həqiqətən deməkdir. Bunu necə dəyişmək olar? Truly ola bilər. Bu formada biri. Digər isə nə ola bilər? Məsələn, orada helpful var. Onun yerinə deməli faydalı, useful da ola bilər, beneficial da ola bilər. Bu şəkildə yazmaq olar. Beneficial bu formada. Siz fərqli cavab yazmışsınızsa şərhə yazın, oradan baxa bilərik. 30-cu sualda isə why do some people prefer natural medicine instead of chemical medicine? Niyə görə bəzi insanlar təbii dərman əvəzinə, kimyəvi dərman əvəzinə təbii dərmanı niyə üstünlük verirlər? 3 cümlə yazmaq tələb olunur ən azı. Bu formada yazaraq şərh bölməsinə yaza bilərsiniz. Biz də oradan baxıb müzakirə edə bilərik. Belə əziz abituriyentlər, ümid edirəm ki faydalı oldu. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənə qədər.